Qlobal istiləşmə ilə əlaqədar olaraq artıq payız mövsümündə havaların isti keçməsi müşahidə olunmuşdur. Bu da özünü onda göstərir ki, sentyabr, oktyabr aylarında qış yuxusuna getməli olan növlər artıq oktyabr, noyabr aylarında rast gəlinir. Bu da artıq zəhərli növlərlə rast gəlmə riskini daha da artırır. Mövsüm sezonu demək artıq düz deyil, çünki havaların isti keçməyinə mövsümün sonu artıq uzanmışdı deyə bəzi ilanlar var ki, daha aktivliyi qalır. Bunu da nəzərə alsa biz əsasən nə ilə götürürük? Keçən illərdə rast gələn ilanlarla fərqli olaraq bu il ən çox rast gələn ilanlar daha çox zəhərli ilanlardır. Ən çox da iribaş levant gürcəsi, çuxurbaş kələz ilanı, ən çox rast gələn dam ilanı, yəni bu fəslin sonuna ən çox rast gələn aktiv ilanlar. Bizdə əsasən zəhərli növ olaraq iribaş levant gürcəsi və bir neçə növlər vardır ki, rəng imitasiyası eləyərək bir-birini oxşadırlar. Zəhərli ilanı özlərini oxşadırlar. Bunları əsasən bir-birindən ayırd eləmək üçün nəyə fikir vermək lazımdır? Əsasən başın və gözün quruluşuna, rəng salarlarına və quyruğun formasına. Bu necə olur? Məsələn, zəhərli ilanlarda gürcələrdə baş çox iridir, göz bəbəkləri şauqili, rəng salarları iri ləkəli olaraq ziqzaq formasında və quyruq xırda, qarmaq şəkilli, açıq yaşıl rəngdə. Zəhərsiz ilanlarda əsasən baş uzunsov, bədən çox vaxt rəngli və oxşar olsa da belə ziqzaq formasında olmur rənglər. Quyruq isə siçan quyruğu kimi uzunsov olur.